Herkesten xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Bugün sizlər üçün həm vacib, həm də sevindirici xüsusi xəbərlərlə hazırlamışıq. Azərbaycanda maaşlarla bağlı mühüm qərar verildi. Gözlənilən artım müəyyən kateqoriyadan olan şəxslərə şamil ediləcək. Kimlər bu siyahıya düşür? Bütün detalları ilə açıqlayacağıq. Digər tərəfdən Qalib Qasımov vəzifəsindən azad olundu. Bu qərarın arxasında hansı səbəblər dayanır? Nərimanov tibb mərkəzində aparılan yoxlamalar isə sözün əsl mənasında şok effekti yaradıb. Bəzi həkimlərin maaşlarının geri tələb olunması ilə bağlı qərar müzakirələrə səbəb olub. Bu nə dərəcədə qanunidir? Eyni zamanda yüksək vəzifəyə təyin olunan Anar Kərimovun kimliyi və karyerası da diqqət mərkəzindədir. Onun yeni vəzifədə hansı dəyişikliklərə imza atacağı maraq doğurur. Bütün bu və daha çox xəbərləri qaçırmayın, bizi izləmədə qalın. Milli Məclisdə Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirələrə səbəb olub. Belə ki, yeni qaydalara əsasən eyni və ya bərabər dəyərli iş görən işçilərə cinsindən asılı olmayaraq bərabər əmək haqqı verilməsi işə götürənlər üçün öhdəlik kimi müəyyənləşdirilir. Dəyişikliklərin məqsədi qadınlarla kişilər arasında mövcud maaş fərqini azaltmaqdır. Gözlənilir ki, bu addımlar nəticəsində bəzi sahələrdə qadınların əmək haqqlarında artım müşahidə olunacaq. Bu, hansı peşələrdə çalışan qadınlara şamil oluna bilər? Oxu24.com xəbər verir ki, Global Info Az'a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, ekspert Akif Nəsirli deyib ki, bu dəyişikliklər Əmək Məcəlləsində bərabər əmək haqqı prinsipinin tətbiqi ilə bağlıdır. Yeni qayda cinsiyyətə görə ayrı seçkiliyin aradan qaldırılmasına yönəlib. Qanun layihəsinə əsasən bu prinsip bütün peşə və fəaliyyət sahələrinə, dövlət və özəl sektorda çalışan müəllimlərə, həkimlərə, dövlət qulluqçularına, ofis əməkdaşlarına şamil olunur. Eyni zamanda istehsal və xidmət sahələrində çalışan fabrik, zavod işçiləri, market, restoran əməkdaşları, bank və maliyyə sektoru nümayəndələri də bu sırada yer alır. Ekspert bildirib ki, texniki, idarəedici vəzifələrdə çalışan mühəndislər, proqramçılar, menecerlər və layihə rəhbərləri də sözügedən hüquqdan yararlanır. Həmçinin ənənəvi olaraq kişi işləri hesab edilən tikinti, nəqliyyat və təhlükəsizlik sahələrində fəaliyyət göstərən qadınlar da bu prinsiplə əhatə olunur. Qanun cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli iş görən hər kəsə tətbiq olunacaq. Bütün sahələr üzrə əmək haqqı bərabərliyinin təmin edilməsinə xidmət edəcək. Qərbi Azərbaycan icması aparatında kadr dəyişikliyi baş verib. Nocoment az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan icmasının mətbuat xidməti sosial şəbəkə hesabında məlumat yayıb. Belə ki, aparat rəhbəri Qalib Qasımov başqa iş təklifini qəbul etdiyi üçün öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub. Qərbi Azərbaycan icmasının Facebook hesabında qeyd edilib ki, Qalib Qasımov bundan sonra da icmanın Ziyalılar Şurasının və Basarkeçər icmasının üzvü kimi ictimai fəaliyyətini davam etdirəcək. Nərimanov tibbi mərkəzində çalışan bir qrup həkim əmək haqqları və bonus ödənişləri ilə bağlı ciddi problemlərlə üzləşdiklərini bildirir. Nocoment az xəbər verir ki, daxil olan müraciətdə qeyd olunur ki, son dövrlər icbari tibbi sığorta agentliyi və təbib tərəfindən tətbiq edilən qaydalar həkimlər üçün ciddi çətinliklər yaradır. Həkimlərin sözlərinə görə, hər xəstə qəbuluna görə nəzərdə tutulan 1 manat 20 qəpik bonus ödənişi ya tam verilmir, ya da səbəbsiz şəkildə kəsilir. Gündəlik qəbul limiti 20-25 nəfər göstərilsə də, biz faktiki olaraq 35-40 xəstə qəbul edirik. Amma ayın sonunda əmək haqqımızda bu əlavə əməyin qarşılığını görmürük. Bonuslar kəsilir, səbəb izah edilmir. Müraciətdə daha bir ciddi iddia da yer alıb. Bildirilir ki, son struktur dəyişikliklərindən sonra mərkəzdə yoxlama aparılıb və nəticələr həkimləri şok edib. Bizə deyilir ki, güya son 2 ildə artıq maaş almışıq. İndi isə həmin məbləği hər ay əmək haqqımızdan hissə-hissə könüllü şəkildə geri qaytarmalıyıq. Bu isə faktiki olaraq məcburidir. Həkimlər bildirirlər ki, heç kim etiraz edə bilmir. Səsini çıxaran işdən çıxarılmaq qorxusu ilə üz-üzədir. Müxtəlif bəhanələrlə işdən azad edilə bilərik.
Onların fikrincə bu yanaşma həm hüquqi, həm də etik baxımdan qəbul edilməzdir. Əgər hansısa maliyyə və ya idarə etmə səhvi olubsa, bunun məsuliyyəti sistemi quran və idarə edən şəxslərin üzərində olmalıdır. Sıravi həkimlərin deyil. Müraciət müəllifləri qeyd edirlər ki, həkimlər gecə-gündüz çalışaraq əhalinin sağlamlığı üçün xidmət göstərir. Lakin buna baxmayaraq həm maddi, həm də mənəvi təzyiq altındadırlar. Sonda həkimlər aidiyyəti qurumlara çağırış edərək bildiriblər. Bu məsələnin obyektiv və şəffaf şəkildə araşdırılmasını istəyirik. Əmək haqlarımıza əsassız müdaxilələrin qarşısı alınmalı, günahkar şəxslər məsuliyyətə cəlb olunmalıdır. Qeyd edək ki, sözügedən mərkəzin rəhbəri son illər müxtəlif qalmaqallarla gündəmə gələn, Təbibin keçmiş icraçı direktoru Vüqar Qurbanovun yaxın komandasına daxil olduğu bildirilən Fazil Alməmmədovdur. Onun məhz Qurbanovun rəhbərliyi dövründə bir sıra iri layihələrə rəhbərlik etdiyi də qeyd olunur. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. Sərəncama əsasən Maliyyə Nazirinin birinci müavini Anar Kərimov SOCARın Müşahidə Şurasının üzvü təyin edilib. Nocoment Az Anar Kərimovun dosyasını təqdim edir. A. Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində Washington, ABA beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. 2001-ci ildə ABŞ Azərbaycan Ticarət Palatasında ABA hüquqşünas, 2002-2005-ci illərdə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində attaşe və 3-cü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində 3-cü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında Ərəbistanı, Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas 2010. 2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Xarici İnvestisiyalar və İqtisadi Əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan-İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Hüquq elmləri namizədi olan A. Kərimov Bakı Dövlət Universitetində Hüquq Fakültəsinin İngilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib. 2019-2025-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2025-ci il tarixli sərəncamı ilə Maliyyə Nazirinin birinci müavini təyin olunub. İngilis, fransız və rus dillərini bilir. Evlidir, 4 övladı var.